Qumar asıllarının psixoloji, emosional, maddi və sosial durumları yerində olur. Psixoloji cəhətdən belə olur ki, onlarda özünə inam itkisi baş verir. Ona görə ki, o tez-tez udzur, borclarını qaytara bilmir. Depressiya və narahatlıq olur ona görə ki, onda daim gərginlik olur, udzmaq qorxusu olur. Obsessiv düşüncələr ona görə baş verir onda ki, o təkrar-təkrar oynamaq haqqında düşünür və həyatını idarə edə bilmir. Emosional böhranlar isə belə olur. Utanc və günahkarlıq hissində olur. Ona görə ki, ailə üzvlərinə yalan danışır, aldadır, dostlarını aldadır, vədlərini pozur. Sonra tənha kimi hiss edir. Münasibətləri pozulduqca başlayır tənha olmağa, tənha kimi hiss etməyə. Düşünür ki, onu heç kim başa düşmür. Ya kimsə onu atır, ya da o kimsə atır. Üzə gəlməkdən utanır. Ortaya çıxır stres və əsəbilik. Çünki maliyyə problemləri yaşayır. Borclar və itkilər nəticəsində stresin səviyyəsi yüksəlir. Daha sonra sosial problemlər baş verir. Ailə üzvləri ilə, dostları ilə problemlər yaşayır münasibətlərində. Çünki yalanlar, münaqişələr, inamsızlıqlar olur. Bu da münasibəti zədələyir. İş, təhsil həyatında işdə potensial zəifləyir, azalır və təhsildə də diqqətsizlik olur. Cəmiyyətdən təzyiq olunma var, hansı ki, qumar asılılığına görə bütün fəaliyyətlərindən uzaqlaşır. Qalır maddi böhranlar. Bu necə baş verir? Borclar, kreditlər, maliyyə problemləri yaşayır, iflasa uğrayır. Qanunsuz yolla pul əldə etməyə çalışır ki, oğurluqlar və